Cənab Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Düşənbəyə səfər zamanı dövlət başçısının regional əməkdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı siyasi dialoqun dərinləşdirilməsi istiqamətində mühüm görüşlər keçirməsi nəzərdə tutulur. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Elman Nəsirov İK Sahil TV-yə açıqlamasında bildirdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Tacikistan paytaxtı Duşanbə şəhərində keçiriləcək MDB dövlət başçılarının zirvə görüşündə iştirak edəcək və bu zirvə görüşü çərçivəsində mühüm hadisələrdən biri məhz Azərbaycan prezidenti cənab İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatdır. Nəzərə alsaq ki, rəsmi Bakı-Moskva münasibətlərində xeyli müddətdir ki, gərginlik yaranıb, münasibətlər kritik həddə gəlib çatıb və bunun konkret səbəbləri var və Azərbaycan bu halda heç bir məsuliyyət daşımır. Qarşı tərəfin müttəfiqlik münasibətlərinə uyğun gəlməyən davranışı iki tərəfli əlaqələrdə baxanlaşılmazlıq elementlərinin sayını kifayət qədər çoxaldıb. Bax, məlum bu reallıqlar fonunda Rusiya prezidenti Vladimir Putinin avqust ayının 26-sında Azərbaycan Respublikasının vitse-prezidenti birinci xanımı Mehriban xanım Əliyevanı ad günündə təbrik etməsi müsbət jest kimi qiymətləndirilə bilər. Bu oktyabr ayının 7-sində isə Azərbaycan prezidenti cənab İlham Əliyev Rusiya prezidenti Vladimir Putini ad günü münasibətlə təbrik etdi, ona zəng etdi, təbrik etdi və həm də iki tərəfli münasibətlərin bir sıra məsələləri diqqət mərkəzində saxlanıldı bu zəng prosesində. İndi isə Düşənbədə görüş planlaşdırılır. Hesab edirəm ki, Moskva-Bakı münasibətlərində yaranmış gərginliyin səbəblərinin aradan qaldırılması baxımından bu görüş olduqca əhəmiyyətlidir və qoy həqiqət üzə çıxsın. Qoy məsuliyyət daşıyan tərəflər cəzasını alsın. Rusiya prezidenti bunu edə bilər və məlum təyyarə qəzasına görə də Azərbaycan diaspor nümayəndələrinə qarşı təzyiqlərə görə də konkret kimlərsə məsuliyyət daşıyır və onları tapmaq elə də çətin məsələ deyil. Amma onlar bugün cəzasızdırlar. Hesab edirəm ki, bu istiqamətdə Rusiya tərəfindən atacağı addımlar və Vladimir Putin tapşırığı əsasında atılacaq addımlar iki tərəfli münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması mənafeyinə xidmət göstərər və münasibətlər əvvəlki səviyyəyə qayıdışı təmin edilə bilər. Biz əbədi qonşularıq və Rusiya da unutmamalıdır ki, bu günləri dünyada onun dostlarının sayı bir əlin barmaqlarının sayından çox deyil. Azərbaycan isə Rusiya ilə tərəfdaşlıq münasibətlərinə hər zaman sadiq qalıb və üzərinə götürdüyü öhdəlikləri və sədaqət göstərib və eyni yanaşmanı biz müttəfiq dövlət olan Rusiyadan da gözləyirik. Addımlar müttəfiqlik münasibətlərinə uyğun atılmalıdır. Ancaq hələ ki, bu baş verməyib, ümid eləyək ki, Düşənbə danışıqlarından sonra münasibətlərdə istiləşmə prosesinin əsası qoyula bilər.